Dördüncü. Döyüşlər Stoxod çayının təxminən 40 verst aşağılarında gedirdi. 2 həftə idi ki, fasiləsiz atəş açan topların nərəsindən yer-göy titriyirdi. Gecələr projektorlardan salınan işıqlar uzaq bənövşəyi səmada tutqun əlvan zolaqlarla parlayır, müharibə cəhənnəminin od və alovuna burdan tamaşa edənlərin canına sonsuz dəhşət salırdı. 12-ci Kazak polku bataqlıq və çölləmə bir sahədə idi. Kazaklar gündüz dayaz səngərlərdə əylə-ilə qaçışan Avstriyalılara ara bir güllə atır, gecələr isə düşmənin bataqlığı keçə bilməyəcəyinə əmin olduqlarından yatır, yaxud qumar oynayırdılar. Yalnız növbətçilər döyüş gedən tərəfdə açılan atəşlərin dəhşətlə parlayan narıncı işığına baxırdılar. Sərt şaxtalı bir gecədə uzaqdakı parıltılar göy üzünə xüsusilə şəfəq saçanda Qriqori Melexov qazmadan çıxdı. Rabita yolu ilə səngərlərin arxasındakı alçaq bir təpənin qaralan kəlləsində çal tükləri andıran meşəyə gəldi. Geniş və xoş ətirli torpaq üstə uzandı. Qazmada çoxlu papiros çəkmişdilər. Hava boğanaq idi. Boz təmbəki tüstüsü qıraqları tiftikli süfrə kimi balaca stolun üstünə sərilmişdi. 8 nəfər kazak həmin stolun dalında oturub qızğın qumar oynayırdı. Burada, təpənin üstündə, meşədə isə genişlik idi. Görünməz bir quş uçuşu kimi sakit yel əsirdi. Ayazdan ölüksümüş otlar olduqca kədərləndirici ətir yayırdı. Zirvəsini top güllələri eybəcərləşdirmiş meşənin üzərində qaranlıq qatılaşır, göydəki saysız hesabsız Stojarov ulduzları, kəhkəşanın böyründəki dişləsi çəpinə durmuş, yıxılmış arabanı andıran böyük ayı bürcü sönməkdə idi. Yalnız şimaldakı qütb ulduzu sayrışaraq ətrafa müntəzəm işıq saçırdı. Qriqori gözlərini qıyıb bu ulduza tamaşa edir, onun zəif, buz kimi soyuq, lakin adamın gözlərinin içinə sancılan işığına baxır, kirpikləri altından da eləcə soyuq göz yaşları süzülürdü. O, burada təpənin üstündə uzandığı zaman nədənsə Nijni Yablonovski xutorundan Yagodnoiyə Aksinyanın yanına getdiyi gecəni xatırladı. Bədənini bıçaq kimi kəsən bir ağrı ilə Aksinyanı da xatırladı. Hafizəsi zaman keçdikcə unudulmuş, əziz və doğma, eyni zamanda yad Aksinyanın üzünün cizgilərini dumanlı bir şəkildə gözləri qarşısında canlandırdı. Qriqorinin ürəyi birdən bərk-bərk döyündü. Bu sifəti axırıncı dəfə gördüyü kimi, ağrıdan eybəcərləşmiş, yanağında qıpqırmızı qırmanc yeri qalmış halda yadına salmağa çalışdı. Lakin hafizəsi inadla onun gözləri qarşısında başqa bir sifət, başını azacıq yana əymiş, qalibanə gülümsəyən bir sifət canlandırdı. Aksinya başını yana çevirir. Onun ehtiras və məhəbbət dolu alovlu qara gözlərinin baxışı Qriqorinin canına od salır. Qırmızı və həddindən artıq həris dodaqları çox nəvazişlə, hərarətlə pıçıldayır. Sonra yavaş-yavaş üzünü kənara çevirir. Qara buğdayı boynundakı ipək kimi yumşaq, iri hörüyü görsənir. Bir vaxtlar Qriqori bu hörüklərdən öpməyi çox xoşlardı. Qriqori birdən dik atıldı. Ona elə gəldi ki, o Aksinyanın saçlarının məst edici incə ətrini ani olaraq hiss etdi. İki qat əyilərək sinə dolusu nəfəs aldı. Lakin yox, bu yerə yapıxmış xəzəllərin qoxusu idi. Aksinyanın uzunsov simasının xəyalı sönür, əriyib gözdən itir. Qriqori gözlərini yumdu, ovucularını kələkötür torpağa söykədi və qırılmış şam ağacı arxasında, səmanın ətəyində yaraşıqlı göy rəngli kəpənək kimi görünməz bir uçuşla süzən qütb ulduzuna xeyli vaxt göz qırpmadan tamaşa etdi. Müxtəlif xatirələrin ayrı-ayrı qırıq parçaları Aksinyanın surətini kölgədə buraxdı. Aksinya ilə əlaqəni kəsdikdən sonra Tatarsk xutorunda öz ailəsində keçirdiyi günləri yadına saldı. Gecələr həris, doymaz nəvazişləri ilə Natalya onu haldan salır, sanki qızlıq çağında soyuluq etməsinin əvəzini çıxmaq istəyirdi. Gündüzlər ailədə hamı ona diqqətlə yanaşır, demək olar ki, xoş gəlmək üçün hörmət bəsləyirdi. Həm yerliləri ilk Georgixa çalmış igid kimi onu ehtiramla qarşılayırdılar. Qriqori hər yerdə, hətta öz evlərində də adamların onu heyrət və ehtiramlı baxışlarla süzdüklərini görürdü. Ona elə baxırdılar ki, elə bil o bir zamanlar dəlisov və şən oğlan olan Qriqori deyildi. Meydanda qocalar onunla öz taytuşları kimi söhbət eləyir, qarşılaşdıqda onun salamını alarkən papaqlarını çıxardırdılar. Qızlarla arvadlar onun igid, dolğun, azacıq beli bükük vücuduna, şin elinin döşündə zolaq-zolaq balaca lentə sancaqla taxılmış xaça aşkar bir məftunluqla tamaşa edirdilər.
O, dədəsi ilə yanaşı kilsəyə və ya meydana gedəndə Panteley Prokofyeviçin onunla açıq-aşkar fəxr etdiyini görürdü. Bütün bu yaltaqlanmalar, bu ehtiram və məftunluq Qaranjanın onun beynində əkdiyi həqiqət toxumunu heçə çıxardırdı. Qriqori cəbhədən gələndə bir adam idisə, gedəndə başqa adam oldu. Onun öz etiqadı, Kazak əqidəsi, ana südü ilə əmdiyi, həyatı boyunca əzizləyib saxladığı görüşlər böyük bəşəri həqiqətdən güclü çıxdı. Oğlu ilə vidalaşarkən içib azca keflənmiş Panteley Prokofyeviç həyəcanlanaraq çallaşmağa başlamış saçını tumarlaya-tumarlaya dedi. Qrişka, mən bilirdim, çoxdan bilirdim ki, sən əməlli başlı Kazak olacaqsan. 1 yaşın yenicə tamam olmuşdu. Bizim köhnə Kazak adətinə görə səni qucağıma götürüb həyətə çıxdım. Yadındadır mı, qarı? Qaldırıb atın belinə mindirdim. Sən isə köpək oğlu o dəqiqə balaca əllərini atıb atı yalladın. Mən elə onda başa düşdüm ki, səndən adam çıxacaqdır. Çıxdı da. Qriqori cəbhəyə ləyaqətli bir Kazak kimi getdi. O, ürəyində müharibənin mənasızlığı ilə barışmasa da, Kazak şan-şərəfini namusla qoruyurdu. 1915-ci il. May. Olxovçik kəndi yaxınlığında Almanların 13-cü dəmir polku yamyaşıl biçənəklərin içi ilə hücum edir. Pulemyotlarında ağız-ağza verərək şaqqıldayır. Balaca çayın kənarında yerə yatmış Rus rotasının dəzgahlı pulemyotu ara vermədən atəş açır. 12-ci Kazak polku döyüşə girir. Qriqori zəncir xətti boyunca öz bölüyünün kazakları ilə birlikdə bir yerdən başqa yerə yürür. Boylanıb baxdıqda günorta çağı göyün düz ortasında duran və hərarətdən ərimiş kimi görünən günəşi, bir də çayın içində dövrəsi sarımtıl qıvrım çiçək kimi açılmış başqa bir günəşi görürdü. Çayın o tərəfində qovaq ağaclarının arxasında ata baxanlar atları saxlayır, qarşı tərəfdən isə zəncir kimi uzanaraq almanlar gəlirdilər. Onların dəmir papaqlarındakı mis qartallar sarı rənglə işıldayırdı. Yel əsir, açılan güllələrin yovşan iyi verən göyümsov tüstüsünü dağıdırdı. Qriqori tələsmədən atəş açır, diqqətlə nişan alır. Bir dəfə atəş açdıqdan sonra qışqıra-qışqıra hədəfi deyən vızvod komandirinə qulaq asır, üst köynəyinin qolu üstə çıxmış xallı xanım böcəyini barmağı ilə yavaşca vurub yerə salmağa da macal tapırdı. Sonra hücuma keçdilər. Qriqori tüfəngin dəmirli dibçəyi ilə bir ucaboy Alman leytenantını vurub yıxır, 3 Alman əskərini əsir alır və onların başı üstündən güllə ata-ata üçüncünü də sürətlə çay tərəfə yürüməyə vadar edir. 1915-ci ilin iyulunda Rava Ruskaya yaxınlığında Qriqori bir vızvod kazakla irəli atılır. Avstriyalılar tərəfindən ələ keçirilmiş Kazak bateriyasını geri alır. Yenə də həmin yerdə döyüş zamanı düşmənin arxasına keçir, əl pulemyotundan atəş açır və hücuma keçmiş Avstriyalıları qayıdıb geri qaçmağa məcbur edir. Bayanetsdən keçəndə toqquşmada bir yoğun Avstriyalı zabitini əsir alır. Onu qoyun kimi qaldırıb köndələninə yəhərin üstünə aşırır. Yol uzunu burnuna zabitdən yayılan iyrənc insan nəcisinin qoxusu dola-dola, onun yekə, qorxudan üst-başını bulamış vücudunun titrədiyini görə-görə atını çaparaq sürür. Qriqori qaralan təpə üstə uzandığı zaman onu qəddar düşməni olan Stepan Astaxovla üz-üzə gətirmiş qəribə təsadüfü isə xüsusilə aydın surətdə xatırladı. Bu əhvalat 12-ci Kazak polku cəbhədən götürülüb Şərqi Prusiyaya göndəriləndə olmuşdu. Səliqə ilə becərilən Alman tarlalarını salır, Kazaklar Almanların evlərinə od vururdular. Kazakların keçib getdikləri yol uzunu ətrafa bomboz tüstü çökür, uçub tökülmüş divarlar, çatlamış, yatmış kirəmitli damlar yanıb külə dönürdü. Stolupin şəhəri yaxınlığında polk 27-ci Don Kazak polku ilə birlikdə hücuma keçdi. Qriqori öz yerlilərindən arıqlamış qardaşını, üzünü səliqə ilə qırxmış Stepanı və başqa kazakları ötəri gördü. Vuruşmada polklar məğlub oldular. Almanlar onları mühasirəyə aldılar. Mühasirəni yarmaq məqsədi ilə 12 bölüyün hamısı bir-birinin ardınca hücuma atıldıqda, Qriqori güllə dəymiş qara at üstündən Stepanın yerə yıxılıb diyirləndiyini gördü. Qəfil və fərəhli qətiyyət ehtirasından qızışmış Qriqori atının başını çəkib gücbəla ilə saxladı. Az qala Stepanı ayaqlayacaq sonuncu bölük keçdikdən sonra atını onun yanına sürərək qışqırdı. Üzəngidən yapış! Stepan üzənginin qayışından möhkəm yapışıb, yarım verst qədər Qriqorinin atı ilə yanaşı yüyürdü. Atı çaparaq sürmə, sənə and verirəm Həzrət İsa'ya, çaparaq sürmə, deyə Stepan tövşüyə-tövşüyə yalvardı. Mühasirənin yarıldığı yerdən sağ-salamat çıxdılar.
Mühasirədən çıxmış bölüklərin dayanıb atdan düşdükləri yerə çatmağa 100 sajın qalmışdı ki, bu vaxt Stepanın ayağına güllə dəydi. Əli üzəngidən üzüldü, o üzü qoyulu yıxıldı. Yel Qriqorinin başından furaşkasını götürüb atdı. Telləri gözünün üstünə düşdü. Qriqori saçlarını geri itələdi, ətrafa göz gəzdirdi. Stepan axsiya-axsiya bir kolun yanına yüyürdü. Furaşkasını çıxardıb kola tulladı. Yerə oturub yanı qırmızılı zolaqlı şalvarını tələsik çıxartmağa başladı. Təpənin dibində almanlar zəncir kimi sıralarla qaça-qaça və yerə yata-yata irəliləyirdilər. Onu görən kimi Qriqori mətləbi başa düşdü. Stepan yaşamaq istəyir. Buna görə kazak şalvarını tələsik çıxarır ki, ələ keçsə onu əskər hesab eləsinlər. O vaxt almanlar kazakları əsir tutmurdular. Qriqori ürək arzusuna tabe olaraq atın başını sərt geriyə çevirdi. Çaparaq kola tərəf sürdü. Ora çatan kimi sıçrayıb düşdü. Min! Stepanın ani baxışını Qriqori heç bir vaxt unutmayacaqdır. O kömək edib Stepanı ata mindirdi. Özü isə üzəngidən yapışaraq qan tərə batmış atla yanaşı qaçmağa başladı. Atılan güllənin vıyıltısı eşidilir, uzaqlaşıb yuuu deyə səsi kəsilirdi. Qriqorinin başı üzərində, üzü ağappaq ağarmış Stepanın başı üzərində. Anlarda həmin bir-birinin ardınca havanı dələn vıyıltı eşidilir, arxadan isə qoca akasiya budaqları çatırtısını andıran tüfəng atəşinin səsi gəlirdi. Meşədə Stepan atdan düşdü. Ayağı ağrıdığından üz-gözünü qırışdırdı. Cilovu atıb axsiya-axsiya kənara çəkildi. Sol ayağındakı çəkmənin quncundan qan axırdı. Hər dəfə yaralı ayağını yerə basanda altı çıxmış çəkməsinin yanlarından yerə albalı kimi qıpqırmızı qan sızılırdı. Stepan dalını şaxlı budaqlı bir palıd ağacının gövdəsinə söykədi. Barmağı ilə Qriqorinin yanına çağırdı. Qriqori ona yaxınlaşdı. Stepan dedi, çəkmənin içinə qan dolmuşdur. Qriqori dinmir kənara baxırdı. Qrişka, biz bugün hücuma keçəndə, eşidirsənmi Qriqori? Deyə Stepan danışmağa başladı və çuxura düşmüş gözlərini Qriqorinin gözlərinə zilləmək istədi. Biz hücuma keçəndə mən arxadan sənə düz 3 dəfə güllə atdım. Allahın nəzəri sənin üstündəymiş, öldürə bilmədim. Onlar göz-gözə gəldilər. Stepanın çuxura düşmüş gözlərinin baxışı xəncər kimi iti idi. O dişlərini qıcıdır, demək olar ki, ağzını aralamadan danışırdı. Sən məni ölümdən qutardın. Sağ ol. Amma Aksiniya cəhətdən təqsirindən keçə bilmirəm. Buna ürəyim yol vermir. Sən, Qriqori, gəl bu yaxşılığına görə mənim boynuma minnət qoyma. O zaman Qriqori ona belə cavab vermişdi. Sənin boynuna heç bir minnət qoymuram. Onlar əvvəlki kimi yenə də barışmadan ayrıldılar. Qriqori bir şeyi də xatırladı. May ayında polk Brisolov ordusunun salamat qalmış hissələri ilə birlikdə Lutsk yaxınlığında cəbhəni yardı. Düşmənin arxasında hərlənməyə başlayıb həm özü zərbə indirdi, həm də ona zərbə indirdilər. Lvov ətrafında Qriqori bölüyü öz başına hücuma sövq etdi. Avstriyalıların qısa lüləli top bateriyasını əskərləri ilə birlikdə ələ keçirdi. Bu hadisədən bir ay sonra gecə dil gətirmək üçün üz-üzə Buq çayının o biri sahilinə keçdi. Keşikdə dayanmış qaravulçunu yerə yıxıb basmarladı. Enli kürək, cüssəli alman Qriqorinin altından çıxmağa çalışaraq xeyli vaxt əlləşdi. Çığırmaq istədi və qollarını bağlamağa var gücü ilə müqavimət göstərdi. Qriqori bu əhvalatı gülümsəyə-gülümsəyə xatırladı. Zaman yaxın və uzaq döyüş meydanlarında onu belə günlərə azmı düçar eləmişdi. Qriqori kazak adını möhkəm qoruyur, misilsiz igidlik göstərməyə məqam axtarır, həyatını təhlükəyə atır, dəlisovluq edir, paltarını dəyişib Avstriyalıların arxasına gedir, qan tökmədən qaravulçuları yaxalayır, oğlan şücaət göstərir və hiss edirdi ki, müharibənin ilk günlərində ürəyini sıxıb ona əziyyət verən ağrı, insanlara rəhm hissi həmişəlik olaraq ondan uzaqlaşmışdı. Qəlbi sərtləşmiş, bərkimiş, quraqlıqdan qovrulmuş şoranlığa çevrilmişdi. Şoranlıq suyu hopdurmadığı kimi Qriqorinin ürəyi də mərhəmətə biganə idi. O özgələrinin və özünün həyatı ilə soyuq nifrətlə oynayırdı. Buna görə də igid kimi şöhrət tapdı. 4 Georgi xaçı ilə 4 medal aldı. Nadir hallarda keçirilən rəsm keçidlərdə o bir çox müharibələrin barı tiyi çökmüş polk bayrağı yanında dayanırdı. Ancaq bunu yaxşı bilirdi ki, gözləri artıq çuxura düşmüş, üzünün sümükləri çıxmışdır. Bilirdi ki, bir uşağın üzündən öpəndə onun aydın gözlərinin içinə açıq qəlblə baxa bilməyəcəkdir. Qriqori bilirdi ki, döşündəki çoxlu xaç və rütbədə yüksəlməsi nəyin bahasına başa gəlmişdir.
O, şinelinin ətəyini altına yığınaldıb təpədə uzanaraq sol qolu ilə dirsəklənmişdi. Hafizəsi başına gələn əhvalatları iltifatla gözünün önündə canlandırır və bəzən pərakəndə cüzi müharibə xatirələrinə uzaq keçmişdə, uşaqlıq çağındakı bir əhvalat da daxil olurdu. Qriqorinin xəyali baxışları bir dəqiqə qədər həmin əhvalata zillənir, onu məhəbbət və kədərlə seyr edir, sonra yenə də yaxın hadisələrə qayıdırdı. Avstriyalıların səngərində kimisə çox məharətlə mandolina çalırdı. Küləkdən dalğalanan bu zərif melodiyalar oradan uçur, Stoxod çayından bu yana süzür, dəfələrlə insan qanına boyanmış torpaq üzərinə həzin-həzin yayılırdı. Göy qübbəsində ulduzlar köz kimi daha da qızarır, qaranlıq qatılaşır, bataqlıq üzərini gecə yarısı dumanı alırdı. Qriqori bir-bir ardınca 2 eşmə büküb çəkdi. Sol əlinin barmaqlarına dirənərək tüfənginin qayışını kobud təhər nəvazişlə sığalladı. Qonaqpərvər torpaqdan qalxdı. Səngərlərə tərəf getdi. Qazmada hələ də qumar oynayırdılar. Qriqori taxtın üstünə sərildi. Çoxdan olub keçmiş, izləri yavaş-yavaş silinməyə başlamış xatirələr aləmində yenə də dolaşmaq istədisə də, yuxu onu apardı. Yatağa necə yöndəmsiz uzanmışdısa, eləcə də yatdı. Yuxuda quraqlıqdan yanıb kül olmuş uçsuz-bucaqsız çöl, çəhrayı abı çiçəkli sarmaşıq kolları, yasəmən rəngli toxmacar dağ nanəsinin arasında qalmış nalsız at dırnaqlarının izlərini gördü. Çöl bomboş idi. Onu dəhşətli ölüm sükutu bürümüşdü. Qriqori də budur. Bərk qumlu torpağı tapdalaya yeriyir, ancaq nədənsə addımların səsi çıxmır, buna görə də onu vahimə basırdı. Qriqori oyanıb başını qaldırdı. Yöndəmsiz uzandığından yanaqlarında çəpəki zolaqlar qalmışdı. Hansı otunsa bir dəqiqəliyə çox gözəl ətrini duymuş və dərhal ondan məhrum olmuş at kimi xeyli vaxt dodaqlarını marçıldatdı. Sonra bərk yatdı. Daha yuxu görmədi. Ertəsi gün Qriqori yerindən qalxanda canında sızıltılı bir qüssə duydu. "Bugün niyə belə tutqunsan? Olmaya yuxunda Stanitsanı görmüsən?" deyə Çubata soruşdu. "Yaxşı tapmısan. Yuxuda çöl görmüşəm. Ürəyimdən qara qanlar axır. Ev düşüb başıma. Padşah qulluğu məni lap təngə gətirmişdir." Çubatı mərhəmətlə gülürdü. O həmişə Qriqori ilə bir qazmada yaşayırdı. O Qriqoriyə güclü vəhşilərin bir-birinə bəslədiyi ehtiramla yanaşırdı. 1914-cü ildən, ilk dəfə dalaşdıqları gündən bəri aralarında toqquşma baş verməmişdi. Qriqorinin xasiyyət və psixikasında Çubatının təsiri açıq-aşkar görünürdü. Müharibə Çubatının dünya görüşünü xeyli dəyişmişdi. O ağır-ağır olsa da durmadan müharibəni inkar edənlərə tərəf gedirdi. Xain generallardan və Çar sarayında özünə məskən salmış almanlardan yorulmadan danışırdı. Hətta bir dəfə belə bir cümlə də qurdu. "Padşahın arvadı alman qızıdırsa, onda işlərin axırından xeyir gözləmə. Fürsət düşən kimi o bizi bir quruşa satacaqdır." Bir gün Qriqori Qaranjanın əqidəsinin mahiyyətini ona anlatdı. Lakin bu Çubatının beyninə batmadı. O istehza ilə gülümsündü. Əli ilə göyümsov daz kəlləsini şappıldadaraq dedi. "Mahnı yaxşı mahnıdır, amma avazı xırıltılı çıxır. Elə Mişka Koşeyov da çəpər üstə banlayan xoruz kimi bu barədə danışır. Amma bu inqilablar bir nəticə vermir. Yalnız oyuncaqdır. Sən burasını anlamalısan ki, biz Kazaklara onların hökuməti lazım deyildir. Özümüzünkü lazımdır. Bizə Nikolay Nikolayeviç kimi möhkəm çar lazımdır. Mujiklərə gəldikdə onlarla bizimki tutmaz. Qazla donuzun nə yoldaşlığı? Mujiklər torpağı ələ keçirməyə cəhd edirlər. Fəhli öz donluğunu artırmağa arzu edir. Onlar bizə nə verəcəklər? Torpağımız xirtdəyə kimidir. Torpaqdan başqa bizə nə gərəkdir? Ağır otur, batman gəl. Bəli, gizlətməyin mənası yoxdur. Dədəsi biraz möhkəm kişi idi. Amma bu boşluq edib işi o yerə gətirəcək ki, yenə 5-ci ildəki kimi inqilab baş verəcək. Hər şey alt-üst olacaq. Belə işlər bizə sərfəli deyildir. Allah eləməmiş çarın dalından dəysələr, onda bizə də əl atacaqlar. Həm köhnə ədavətin hayfını almağa, həm də torpaqlarımızı kəndlilərə paylaşdırmağa başlayacaqlar. Bizim qulağımız səsdə olmalıdır. Sən həmişə bir tərəfli düşünürsən, deyə Qriqori qaşqabağını salladı. Boş söz danışırsan. Sən hələ cavansan, bərkdən boşdan çıxmamısan. Biraz dayan, səni möhkəm sıxışdırarlar, onda bilərsən ki, kim düz deyir. Söhbətləri adətən bununla qutarardı. Qriqori susur, Çubati isə başqa bir mətləbdən söhbət salmağa çalışırdı. Həmin gün təsadüf Qriqorini xoşagəlməz bir əhvalatın iştirakçısı etdi. Həmişəki kimi günorta çağı səyyar mətbəx araba gəlib təpənin o biri tərəfində dayandı.
Kazaklar səngər yolları ilə bir-birindən qabağa keçmək istəyərək mətbəxə tərəf yüyürdülər. Üçüncü vızvod üçün xörək gətirməyə Mişka Koşeyov getmişdi. O, uzun ağaca keçirilmiş, buğlanan, dolu qazançaları gətirdi. Qazmaya girər-girməz qışqırdı. Belə olmaz qardaşlar. Bu nədir? Məyər biz itik? Nə olub a kişi? Deyə Çubat soruşdu. Qəzəblənmiş Koşeyov qışqırdı. Bizə cəmdə əti yedirdirlər. O, saplaqları dolaşmış yabanı mayotu kimi bir-birinə qarışmış qızılı telini başının qısa bir hərəkəti ilə geriyə atdı. Qazançaları taxtın üstünə qoydu. Çubatıya tərs-tərs baxaraq dedi. Bir iylə, gör boşdan nə iyi gəlir. Çubatı başını öz qazançası üzərinə əydi. Burnunun pərlərini geniş açıb borşu iylədi. Koşeyov da istər-istəməz onu yamsılayaraq burnunun pərlərini tərpətdi. Qaralmış üz-gözünü qırışdırdı. Çubatı qətiyyətlə dedi. İylənmiş ətdi. O, iyrənib qazançanı kənara itələdi. Qriqorinin üzünə baxdı. Qriqori sıçrayıb taxtın üstündən qalxdı. Onsuz da donqar olan burnunu borşa tərəf əydi, geri çəkildi. Ayağını yavaşca uzatdı və vurub qabaqdakı qazançanı yerə saldı. Çubatı qətiyyətsiz bir şəkildə soruşdu. Niyə belə eləyirsən? Olmayan nə üçün belə elədiyimi görmürsən? Baxsana, yoxsa gözlərin yaxşı görmür? Bu nədir? Deyə Qriqori ayaqları altına yayılan bulanıq xörəyi göstərdi. Oo, qurtlara bax. Vay dədə, mən bunu heç görmürdüm. Bu da bizim naharımız. Bu borş deyil, ərişdədir. Toyuğu çalatı əvəzinə içinə qurt doldurublar. Yerdə laxtalanmış qana oxşar qırmızı ət tikəsi yanında, balaca yağ ləkələri arasında tamamilə bişmiş, şişkin, ağ, diyir-diyir qurtlar var idi. Koşeyov nədənsə pıçıltı ilə sayırdı. 1, 2, 3, 4. Bir dəqiqə hamı sustu. Qriqori dişləri arasından tüpürdü. Koşeyov qılıncını sıyırıb dedi. Bu saat bu borçları həbs edək. Bölük komandirinin yanına aparaq. Aha, bu yaxşı. Deyə Çubatı təklifi bəyəndi. O əl-ayağa düşdü. Süngünü tüfəngdən burub çıxarda-çıxarda dedi. Biz borcu həbs edib aparaq. Sən isə Qrişa, dalımızca gəl. Bölük komandirinə raport verərsən. Çubatı ilə Mişka Koşeyov borç dolu qazançanı süngüyə keçirtdilər. Qılınclarını sıyırıb yollandılar. Qriqori də onları arxadan müşayiət edirdi. Qazmalardan bayra atılmış kazaklar səngərlərin əyri-üyrü yolları ilə boz yaşıl bir dalğa kimi Qriqorinin ardınca irəliləyirdilər. Nə olub? Həyəcan siqnalı verilib? Olmaya sülh barədə bir xəbər var. Gör nə danışır. Xəyalından barışıq keçir. Suxarı da lazımdırmı? Qurtlu borcu həbsə almışıq. Çubatı ilə Koşeyov zabitlər qazmasının qarşısında dayandılar. Qriqori sol əli ilə furaşkasını saxlayaraq əylə-ilə tülkü yuvasına girdi. Çubatı onu itələyən kazaka tərəf hirsli-hirsli dişlərini qıcırtdı. İt eləmə. Bölük komandiri şin elini düyməliyə-düyməliyə eşiyə çıxdı. Qazmadan hamıdan axırda çıxan Qriqorinin üzünə təəccüblə və azca təşvişlə nəzər saldı. Nə olub qardaşlar? Deyə komandir sürətlə kazakların üzünə göz gəzdirdi. Qriqori onun qabağına keçib ümumi sükut içərisində cavab verdi. Dustaq gətirmişik. Hansı dustağı? Bax bunu. Deyə Qriqori Çubatının ayağı altında yerə qoyulmuş borç dolu qazançanı göstərdi. Dustaq budur. Bir iyiliyin görün kazaklarınıza nə yedirdirlər. Qriqorinin qaşı çatıldı və azca əsdikdən sonra düzəldi. Bölük komandiri Qriqorinin üzündəki ifadəni, mətləbi anlamaq istəyən adam kimi izləyirdi. O dilxor oldu, dönüb qazançıya baxdı. Mişka Koşeyov hövsələdən çıxaraq qışqırdı. Bizə cəmdə əti yedirtməyə başlayıblar. Kaptioru dəyişdirməli. Kaptior, hərbi hissədə ərzaq və hərbi sursata baxan hərbi xidmətçi. Ah, alçaq! Çox yeməkdən qudurmuşdur məlun. Özü öküz böyrəyindən borş yeyir. Bizə isə qurtlu xörək verir. Bölük komandiri gözlədi. Səs-küy kəsildikdə kobud səslə dedi. Sakit olun. Daha susun. Hər şey deyildi. Kapitan Armusu elə bugün dəyişdirərəm. Onun hərəkətlərini yoxlamaq üçün komissiya təyin edərəm. Əgər o keyfiyyətsiz ətdən... Kimsə arxadan bağırdı. O məhkəməyə verilsin. Yenidən qışqırıq qopdu. Bölük komandirinin sözü ağzında qaldı. Kapitan Armusu yoldaykən dəyişdirmək lazım gəldi. Üsyan qaldırmış kazakların qurtlu borşu həbsə alıb bölük komandirinin yanına gətirmələrindən bir neçə saat sonra 12-ci polk qərargahı tutduğu mövqedən qalxmaq və əmrə əlavə olunmuş marşrutla Ruminiyaya yürüşlə yola düşməyə əmr aldı. Gecə kazakları Sibir atıcıları əvəz etdi. Polk Rınviçi qəsəbəsində atları yerbəyer elədi və səhər açılan kimi sürətli yürüşlə Ruminiyaya tərəf getdi.
Dalbadal məğlubiyyətə uğrayan Rumunların köməyinə böyük əskəri birləşmələr göndərildi. Bunu oradan da görmək mümkün idi ki, yürüşün lap birinci günü mənzil tutmaq üçün axşam qabağa göndərilmiş kvartierlər marşruta əsasən gecələmək nəzərdə tutulmuş kənddə heç bir mənzil tapa bilməyərək geri qayıtdılar. Həmin kənd Rumıniya sərhədinə doğru irəliləyən piyada qoşunla, topçu hissələri ilə ağzına qədər dolmuşdu. Mənzillə təmin edilmək üçün polk əlavə olaraq 8 verst yol getməli oldu. 17 gün yol getdilər. Atlar yemsiz qaldıqlarından arıqlamışdılar. Müharibə nəticəsində viran qalmış cəbhəyanı ərazidə yem yox idi. Əhali ya Rusiyanın içərilərinə qaçmışdı, ya da meşələrdə gizlənirdi. Bu pəncərələri taybatay açıq olan daxmaların çılpaq divarları kədərli-kədərli qaralır, kimsəsiz qalmış küçələrdə kazaklar nadir hallarda qanı-qara, vahiməli adama rast gəlirdilər. O da silahlı adam görən kimi tələsik qaçıb gizlənirdi. Uzun-uzadı yürüşdən yorulmuş, xeyli üşümüş, özlərinin, atlarının başına gəlmiş bəlalardan, dözməli olduqları çətinliklərdən qəzəblənmiş kazaklar tikillərin küləş damlarını söküb dağıdırdılar. Tarmar edilməyib salamat qalmış kəndlərdə azca belə yem oğurlamaqdan çəkinmirdilər. Komanda heyətinin heç bir hədəsi ilə bu özbaşınalığın, oğurluğun qarşısını almaq mümkün deyildi. Rumıniya ərazisi yaxınlığında bir varlı kənddə Çubatu fürsət tapıb ambardan bir çanaq arpa oğurladı. Ev sahibi oğurluq üstə onu tutdu. Lakin Çubatu fağır, düşkün Bessarabiyalını döydü, arpanı da götürüb getdi. Vızvod komandiri gəlib onu tövlədə yaxaladı. Çubatu arpa dolu torbanı atın boynuna keçirdib, əsə-əsə onun batmış ombalarını sığallayır, adam kimi onun gözlərinin içinə baxırdı. Uryupin, ay köpək oğlu, kişinin arpasını qaytar. Axı ayaclaf, bunun üstündə səni güllələyərlər. Çubatu özündən çıxdı. Tərs-tərs zabitin üzünə baxdı və furaşkasını çıxardıb ayaqlarının altına çırpdı. Polka gələndən bəri birinci dəfə olaraq haraydat saldı. Məhkəməyə verin, güllələyin. İstəyir məni lap yerindəcə öldürün, amma arpanı verməyəcəyəm. Olmaya atım acından gəbərməlidir. Hə? Arpanı verməyəcəyəm. Lap bircə dənini də verməyəcəyəm. O gah başından, gah acgözlüklə arpanı yeyən atın yalından, gah da qılıncından yapışırdı. Zabit bir qədər səssizcə durdu. Atın həddindən artıq çökmüş yambızlarına tamaşa elədi və başını tənə ilə yırğalayaraq dedi. Bəs təri soymamış ata niyə arpa verirsən? Zabitin səsindən utandığı aydınca hiss olunurdu. Çubatu torbadan yerə tökülmüş arpa dənələrini ovcuna yığıb təzədən torbaya tökdü. Demək olar ki, pıçıltı ilə cavab verdi. Yox, təri soymuşdur. Noyabrın əvvəllərində polk artıq cəbhə xəttində idi. Transilvaniya dağlarının başında külək əsir, dərələrə şaxtalı duman çökür, ayazdan qarsalanmış şam meşələri tünd ətir yayır, adamlar dağlara yağmış ilk qar üzərində vəhşi heyvan ləpirlərinə tez-tez rast gəlirdilər. Canavarlar, marallar, dağ keçiləri müharibə üzündən yerlərindən didərgin düşür, əlçatmaz məskənlərini buraxıb ölkənin içərilərinə çəkilirdilər. Noyabrın 7-sində 12-ci polk 320 təpəsinə hücum edirdi. Hücum ərəfəsində səngərləri Avstriyalılar əllərində saxlayırdılar. Hücum günü səhər Fransa cəbhəsindən bura gətirilmiş Saksoniyalılar Avstriyalıları əvəz etdilər. Kazaklar zəncir kimi sıralarla piyada, daşdıq, üstünə azca qar yağmış yamacla irəliləyirdilər. Donmuş daş parçaları ayaqları altından qopub diyirlənir, ətrafa narın qar tozu səpələnirdi. Qriqori Çubatu ilə yanaşı gedir, təqsirkar adam kimi son dərəcə utancaqlıqla gülümsünüb ona deyirdi. Bugün mən nədənsə qorxuram. Elə bil birinci dəfədir ki, hücuma keçirəm. Çubatu təəccüblə dedi. Doğru deyirsən? O, tərtəmiz silinmiş tüfəngin qayışından yapışaraq yeriyir, bığının donmuş uclarından sallanan buz dənəciklərini dodaqları ilə soğururdu. Kazaklar təpənin başına əyri zəncir xətti sıraları ilə dırmaşır, güllə atmadan irəliləyirdilər. Düşmən səngərləri dəhşətlə susurdu. Orada, yamacın arxasında, almanlar tərəfdə küləkdən üzü qıpqırmızı qızarmış, burnunun üstü qabıq qoymuş Saksoniyalı bir leytinant bütün gövdəsi ilə dala əyilərək gülümsünür, əskərlərə hirsli-hirsli qışqırırdı. Kameraden, wir haben die blaue Aufgehung getroffen. Da wollen wir's auch diesen einpürfen, was es halbt mit unseren Hühnchen ausharren. Schiebt noch nicht. Tərcüməsi, dostlar, biz bu göy şinelliləri dəfələrlə əzişdirmişik. Gəlin qolumuzun gücünü bunlara da göstərək. Qoy bizimlə vuruşmağın nə olduğunu bilsinlər.
Mümkün qədər səbr edin. Hələlik güllə atmayın. Kazak bölükləri hücuma keçmişdi. Yumşaq daşlı torpaq kazakların ayaqları altından qopub səpələnirdi. Qriqori bozarmış başlığının uclarını qatlayaraq əsəbi-əsəbi gülümsüyürdü. Onun çoxdan qırxılmış qara saqqalı altındakı batıq yanaqları və sallanan burnu soyuqdan saralıb göyərmişdi. Buz bağlamış qaşlarının altında daş kömür parçasını andıran qara gözləri tutqun işıldayırdı. Adi arxayınlıq onu tərk etmişdi. Qriqori qəflətən yenə onu bürümüş iyrənc qorxu hissini özündən uzaqlaşdırmağa çalışaraq, gözlərini qıyıb, qabaqda ağaran, üstündə narın qar ələnmiş səngərlərə baxdı və Çubatıya dedi: "Güllə atmırlar, bizi lap yaxına buraxırlar. Mən isə qorxuram, özü də bunu ayıb hesab eləmirəm. Görəsən bu dəqiqə dönüb dala qaçsam nə olar?" "Sən bugün nə çox danışırsan?" deyə Çubatı acıqla-acıqla soruşdu. "Bu, əzizim, qumar kimi bir şeydir. Özünü arxayın deyilsənsə, başını qoyacaqsan. Rəngin lap saralmışdır. Qrişka, sən ya xəstəsən, ya da bugün səni vuracaqlar. Ora bax, gördünmü?" Gödək şinelli, şiş dəbilqəli bir alman səngər üstə qalxıb bir saniyəyə qədər dik dayandı və təzədən yerə yatdı. Qriqorinin sol tərəfində irəliləyən Yelenskaya stanitsasının sakini, sarışın saçlı, göyçək bir kazak yeridikcə sağ əlinin əlcəyini gah çıxardır, gah da təzədən əlinə taxırdı. O addımlarını yeyin ata-ata, dizlərini çətinliklə bükę-bükę, həddindən artıq ucadan öskürə-öskürə bu hərəkəti təkrar edirdi. Qriqori onun barəsində özlüyündə düşündü. Elə bil gecədir, təkcə yol gedir. Öskürərək özünə ürək-dirək verir. Həmin kazakdan geridə Uryadnik Maksayevin tamam çil-çil yanağı görünür, ondan o tərəfdə isə Yemelyan Qroşev irəliləyirdi. O tüfəngini əzmlə irəli çıxarmış, süngünün ucunu yana çevirmişdi. Qriqorinin yadına bir hadisə düşdü. Bir neçə gün əvvəl yürüş zamanı Yemelyan həmin bu süngünün ucu ilə Ruminyalının balaca anbarının qıfılını sındırıb, bir kisə qarğıdalı oğurlamışdı. Koşeyov Mişka demək olar Maksayevlə yanaşı gedirdi. O hey papiros çəkir, tez-tez burnunu silir, barmaqlarını şinelinin sol ətəyinin eşik tərəfi ilə təmizləyirdi. Maksayev dedi: "Susuzluqdan ölürəm. Mənim də Yemelyan çəkmələrim dardı, ayaqlarımı sıxır. Buna görə də rahat yeriyə bilmirəm," deyə Mişka Koşeyov şikayətləndi. Qroşev qəzəblə onun sözünü ağzında qoydu. "Heç burada çəkmədən danışmağın yeridir? Ayıq ol, bu saat almanlar pulemyotdan güllə yağdıracaqlar." İlk yaylım atəşindən sonra yaralanmış Qriqori çığırıb yerə yıxıldı. O yaralanmış qolunu sarmaq istəyib içində bint olan çantaya tərəf dartınırdı. Lakin qolçağının içində dirsəyindən şiddətlə axan isti qan onu taqətdən salırdı. O üzü üstə uzandı və ağırlaşmış başını bir daşın dalında gizlədib, qurumuş dili ilə yumşaq qar çəngəsini bir nəfəsə yaladı. Titrək dodaqları ilə dənəvərləşmiş qarı acgözlüklə qapır, tüfəng atəşlərinin quru və kəskin şaqqıltısına, atışmanın hər şeyi çulğalayan nəriltisinə görünməmiş bir qorxu ilə bədəni əsə-əsə qulaq asırdı. O başını yerdən azca qaldıranda gördü ki, bölüyündə olan kazaklar ayaqları sürüşə-sürüşə, yıxıla-yıxıla, boş-boşuna geriyə və göyə atəş aça-aça dağın dibinə yüyürürlər. Heç nə ilə izah edilməyən və doğruldulmayan bir qorxu Qriqorini ayağa qaldırdı. Onu da aşağıya, polkun hücuma keçdiyi yerə, diş-diş kənarı görünən Şam meşəsinə doğru yürüməyə məcbur etdi. Qriqori yaralanmış vızvod zabitinin qolundan tutub arxasınca sürüyən Yemelyan Qroşevi ötüb keçdi. Qroşev zabiti sərt enişlə qaça-qaça dartıb aparırdı. Yüzbaşının ayaqları kefli ayaqları kimi bir-birinə dolaşır və hərdən bir o Qroşevin çiyninə söykənib qapqara qan laxtaları qusurdu. Bölüklər sel kimi axışıb meşəyə doldu. Boz enişlərdə güllə dəyənlərin boz meyitləri qaldı. Gətirməyə macal olmamış yaralılar özləri sürünməyə başladılar. Pulemyotlar arxadan onlara güllə yağdırırdı. Arası kəsilmədən sel kimi axan güllələr partlayırdı. Qriqori Mişka Koşeyovun qoluna dirənə-dirənə meşəyə girdi. Atılan güllələr meşə yanındakı maili sahəyə dəyib ətrafa sıçrayırdı. Almanların sol cinahında pulemyot xırda-xırda taqqıldayırdı. Elə bil qüvvətli bir adamın vızıldatdığı daş təzə buzun üstü ilə taqqıldaya-taqqıldaya sürüşürdü. Çubatı buna sevinirmiş kimi qışqırdı. "Aşımızın suyun verdilər!" O, şam ağacının sarı gövdəsinə söykəndi. Səngərlərin üstündə bir yerdən başqa yerə qaçan almanlara tənbəl-tənbəl atəş açmağa başladı. Koşeyov qolunu dartıb Qriqoridən aralandı. Tövşüyə-tövşüyə çığırdı. "Axmaqların başına ağıl qoymaq lazımdır. Ağıl qoymaq. Bu cəmaət itdi, itdən də pisdir.
Tamam əldən düşəndən sonra başa düşəcək ki, onu bu kökə salan kimdir? Sən bununla nə demək istəyirsən? Deyə Çubatı gözlərini qıydı. Ağıllı adam özü başa düşər. Axmağa nə deyəsən? Onu lap zorla da başa sala bilməzsən. Çubatı zəli kimi onun yaxasından əl çəkmirdi. And içdiyini unutmamısan ki? Sən sədaqətlə qulluq edəcəyinə and içmisən ya yox? 5. Ağ bulud parçaları ilə qırış-qırış olmuş səmada payız günəşi hərəkət edirdi. Orada, yuxarıda mülayim külək buludları asta-asta itələyir, onları bir-birinə qataraq qərbə aparırdı. Xutor üzərində, tünd yaşıl don düzəngahı üzərində, çılpaq meşələr üzərində isə atlı kimi çapıb vıyıldayır, söyüd və qovaq ağaclarının başlarını əyir, donu çalxalandırır, küçələrdə yığın-yığın xəzəli qabağına qatıb qovurdu. Xristoniyanın xırmanında başdan sovdu qalaqlanmış buğda kövşəninin tayası pırpızlanırdı. Külək tayanın içinə soxulub onun təpəsinə eşdi. Kəlləsinə sancılmış nazik uzun çubuğu götürüb atdı. Birdən-birə yabaya keçirdilmiş kimi kövşənin bir yekə şələsini həyətin üzərinə qaldırdı. Küçə üzərində fırlatdı və bir qismini boş yol üzərinə səpib qalanını Stepan Astaxovun evinin damına tolazladı. Xristoniyanın arvadı başı açıq yürə-yürə eşiyə çıxdı. Tumanının balağını dizləri arasına alaraq xırmanda küləyin necə at oynatdığına tamaşa elədi. Sonra yenə də evə girdi. Müharibənin 3-cü il davam etməsi öz təsirini Xutorun təsərrüfatında açıq-aşkar göstərirdi. Kişiləri qalmayan təsərrüfatlarda mələklərin qapı bacası sökülür, evlər xarabazara çevrilir, onların yerində tədriclə dağılmış daxmaların xoşagəlməz izləri qalırdı. Xristoniyanın arvadı təsərrüfatda 9 yaşlı oğlu ilə işləyirdi. Anikuşkanın arvadı isə heç bir iş görmürdü. Dul qaldığına görə təkcə özünə bəzək-düzək verməklə məşğul olurdu. Üzünə ənliyi kirşan çəkir, qaş gözünə sığal verir, yaşlı kişilər olmadığından 14 yaşından yuxarı oğlanları qəbul edirdi. Bir zamanlar taxta darvazaya başdan başa çəkilmiş və indi də bozarmış izləri qalmış qatran bunu sübut edirdi. Stepan Astaxovun evi isə bomboş idi. Ev sahibi getməzdən əvvəl pəncərələrə taxta mıxlamışdı. Damın bəzi yerləri uçub tökülmüş, üstünü pıtraq basmışdı. Qapıya vurulmuş qıfıl pas atmışdı. Hər tərəfində qanqal və sirkan otu bitib fısıllıq əmələ gəlmiş, qapısı həmişəlik açıq qalmış həyətə isə gecə-gündüz azmış malqara, istidə, pis havada dolaşıb daldalanırdılar. İvan Tomilinin daxmasının bir divarı küçəyə sarı yıxılırdı. Yerə bastırılmış haça dirək divarı gücbəla saxlayırdı. Top tuşlayıcısı olduğu zaman Tomilin bir çox Alman və Rus evlərini dağıtmışdı. Görünür taleyi indi ondan qisasını alırdı. Xutorun bütün küçə və döngələri bu kökdə idi. Aşağı başda təkcə Panteli Prokofyeviçin həyəti öz qaydasında idi. Burada hər şey sahmanlı, salamat idi. Bununla belə burada da çatışmazlıq var idi. Ambarın damına vurulmuş dəmir xoruzcuqlar köhnəlib düşmüşdü. Ambarın özü bir yan üstə çökmüşdü. Təcrübəli adam diqqətlə baxsa, burada bəzi təsərrüfatsızlıq olduğunu sezərdi. Qoca iki əli ilə bütün işlərin öhdəsindən gələ bilmirdi. Taxıl əkini azalmışdı. Başqa şeylərdən isə danışmaq artıq idi. Melexovlar ailəsi yalnız sayca azalmamışdı. Cəbhələrdə vuruşan Petro ilə Qriqorinin əvəzində keçən il payız girəndə Natalya əkiz doğmuşdu. O bir oğlanla bir qız doğub, qaynatası ilə qaynanasının qəlbini şad etmişdi. Natalyanın hamiləliyi ağır keçirdi. O, qıçlarındakı sızıltıdan bəzən səhərdən axşama dək yeriyə bilmir, ayaqlarını sürüyə-sürüyə yeriyir, lakin ağrıya mətanətlə dözürdü. Onun əsmər, arıq və bəxtiyar simasında ağrının əlamətləri heç vaxt görünmürdü. Ayaqlarının ağrısı xüsusilə şiddətlənəndə gecgahları muncuq kimi tər tökürdü. İliniçna mətləbi yalnız bu əlamətdən başa düşürdü. Başını bulayaraq deyirdi: "Uzansana, ay lənətə gəlmiş. Niyə özünü incidirsən?" Sentyabrın aydın günlərindən birində Natalya doğmaq vaxtının yaxınlaşdığını duyub küçəyə çıxdı. "Hara gedirsən?" deyə qaynanası soruşdu. "Subasara gedirəm, inəklərə baş çəkməyə." Natalya yeyinləyərək xutordan çıxdı. Geriyə boylana-boylana, zarıya-zarıya, əlləri ilə göbəyinin altından tuta-tuta qalın cır göyəm kolluğuna girdi və yerə uzandı. O, xəlvət küçələrlə evə qaydanda artıq qaranlıq qarışırdı. Doğduğu 2 uşağı da kətan önlüyünün içində gətirmişdi. İliniçna ağladı. "Buy, sənə qurban olum bala, səni lənətə gələsən. Bu nə iş idi sən başımıza gətirdin, hə? Bəs sən hardaydın?" Natalya rəngi ağara-ağara özünü doğruldaraq dedi: "Utandığımdan getmişdim. Atadan utanırdım. Mən təmizəm anacan.
Uşaqları da çimdirmişəm. Alın. Dunyaşka mamaçanın dalınca qaçdı. Darya vurnuxur, xəlbirin içini döşüyür, İliniçna isə həm gülür, həm də ağlayıb qışqırırdı. Darya, o xəlbiri kənara tulla. Uşaqlar pişik balasıdır. Nədir ki, sən onlara xəlbirin içində yer hazırlayırsan? Aman Allah, əkizdir. Ay Allah, bir oğlandır. Natalyacan, ona yer salın da. Panteley Prokofyeviç həyətdə idi. Gəlininin əkiz doğduğunu eşitdikdə əvvəlcə əllərini geniş açdı. Saqqalını şələləyib sevinə-sevinə ağladı və heç bir səbəb olmadan qaça-qaça gələn mamaçanın üstünə qışqırdı. Yalan deyirsən, ay ifritə. O dırnaqlı barmağını qarnın burnu önündə silkələdi. Yalan deyirsən. Melexovlar ailəsində hələ bundan sonra da oğul uşaq törəyəcəkdir. Gəlinimiz bir oğlanla bir qız doğmuşdur. Bax, gəlin beləsinə deyərlər. İlahi, sənə min şükür. Bəs mən bu yaxşılığının əvəzində onun xəcalətindən necə çıxacam? Həmin il məhsuldar ili idi. İnək də bir cüt bala doğdu. Mikhaylov gününə yaxın qoyunlar da, keçilər də əkiz balaladılar. Buna heyran qalmış Panteley Prokofyeviç özündə belə fikirləşirdi. İl yaman uğurlu, gəlimli ildi. Hamısı qoşa-qoşa doğur. İndi bollu törəməmiz var. Bəh-bəh. Natalya uşaqlarını 1 yaşına qədər əmizdirdi. Sentyabrda onları süddən kəsdi, amma payızın sonuna dək canı bərkimədi. Arıqlamış çöhrəsində süd kimi ağaran dişləri görsənir, bir də arıqladığına görə xeyli iri görünən gözləri hərarətlə işıldayırdı. O, səhərdən axşama kimi uşaqlarına qulluq edir, öz üst-başının təmizliyinə fikir vermir, ev işlərindən macal tapan kimi bütün vaxtını onlara sərf edirdi. Çimdirir, paltarlarını yuyur, bir şey toxuyur, gözəyir və tez-tez çarpayıda yanakı oturub ayağını aşağıya sallayır, uşaqları nənnidən götürür, çiyinlərini tərpətməklə iri, qovun kimi sarı, süd dolu məmələrini geniş alt köynəyindən eşiyə çıxardır, ikisini də birdən əmizdirirdi. Bunlar səni onsuz da sorub candan salıblar. Çox tez-tez əmizdirirsən. İliniçna deyib əli ilə nəvələrinin dolğun, girdin-girdin ayaqcıqlarını şappıldadırdı. Panteley Prokofyeviç uşaqlara tərəfdar çıxaraq qısqanclıqla və azca kobudluqla deyirdi. Əmizdir, heyfin gəlməsin. Saxlayıb qaymaq tutmayacaqsan ki. Həmin illərdə donda daşqın suları azaldığı kimi həyat da get-gedə məhdudlaşırdı. Günlər bir-birindən qüssəli, üzüntülü keçir, bir-biri ardına düzülərək gedir, həmişə əndişə və təlaş içində, işdə gücdə, ehtiyac içində, sevinci yaratmaz. Davaya gedənlərin insanlara verdiyi dərd sər içində itib batırdı. Ömrün necə gəldiyi, necə getdiyi bilinmirdi. Tək-tək hallarda hərəkətdə olan ordudan Petro ilə Qriqori üstü tüpürcəylənmiş, hər yerinə poçt möhürü vurulmuş, ləkəli zərf içində məktub göndərirdilər. Qriqorinin axırıncı məktubuna kimsə əl gəzdirmişdi. Məktubun yarısı bənövşəyi mürəkkəblə səliqə ilə qaralanmışdı. Boz kağızın haşiyəsinə isə mürəkkəblə anlaşılmaz bir işarə qoyulmuşdu. Qriqoriya nisbətən Petro tez-tez məktub yazır, Daryanın adına göndərdiyi bu məktublarda özünü pis apardığına görə onu hədələyir və bu əməlini boşlamasını xahiş edirdi. Görünür, arvadının özünü pis aparması xəbəri onun qulağına çatmışdı. Qriqori məktubla birlikdə evlərinə pul da, maaşı ilə ordenlərinə verilən məbləği göndərirdi. Məzuniyyətə gələcəyini vəd edir, amma nədənsə gəlmirdi. Qardaşların yolları bir-birindən tamamilə ayrılmışdı. Müharibə Qriqorinin belini bükür, al yanaqlarını soluqdururdu. Müharibənin qurtarmasını gözləməkdən onun gözünün kökü saralmışdı. Petro isə sürətlə və rahatca yüksəlirdi. 1916-cı ildə payız qabağı ona vaxmistrlik rütbəsi verdilər. Bölük komandirinə yaltaqlandı, 2 xaç ordeni aldı. İndi isə evə göndərdiyi məktublarda yazırdı ki, biliyini artırmaqdan ötürü zabitlər məktəbinə göndərilmək üçün bərk əlləşir. O, yayda məzuniyyətə gedən Anikuşka ilə evlərinə Alman dəbilqəsi, şinel və öz fotoşəklini göndərmişdi. Boz kartondan onun qocalmış siması məğrur-məğrur baxırdı. Burma sümbülü bığları dimdik durmuşdu. Fındıq burnunun altında möhkəm dodaqları tanış təbəssümlə çərəlirdi. Həyat özü Petronun üzünə gülür, müharibə isə onu şad edirdi. Çünki qarşısında geniş perspektivlər açırdı. Müharibə olmasaydı, adi bir kazak olan, uşaqlıq çağından öküz quyruqlayan Petro zabitlik xəyalına, şirin həyat xəyalına düşə bilərdimi? Amma müharibə alovlandı, onun şölələri arxasında gələcək firavan həyat açıq-aydın görsəndi. Petronun həyatını körlüyan yalnız bircə eyib var idi. Onun arvadı barədə xutorda biabırçı şayələr gəzirdi. Stepan Astaxov bu il payızda məzuniyyət alıb xutora getmişdi.
Polka qaydanda bütün bölük qarşısında lovğalanaraq danışırdı ki, Petronun arvadı ilə əməlli başlı kef çəkmişdir. Petro bu barədə yoldaşlarının sözünü eşidir, amma deyilənlərə inanmırdı. Sifəti qaralır, gülümsəyərək deyirdi: "Stepka yalan danışır. O Grişanın hayfını məndən alır." Lakin Stepan bir gün səngərdəki qazmadan bayıra çıxanda səhvənmi, qəsdənmi yerə bir naxışlı yaylıq saldı. Petro da onun dalınca gəlirdi. Əyilib yaylığı götürdü. Krujevalı naxışları yaraşıqlı yaylığa baxan kimi tanıdı. Bu Daryanın əl işi idi. Petro ilə Stepan yenə qanlı bıçaq oldular. Petro təsadüf gözləyirdi, Stepan isə ölüm. O, kəlləsində Petronun gülləsi ilə Zapadnaya Divina çayı sahilində torpaqda yatmalı idi. Lakin tezliklə iş belə oldu ki, Stepan Alman qarovulunu məhv etməyə getdi və geri qayıtmadı. Onunla birlikdə kəşfiyyata getmiş kazaklar danışırdılar ki, güya Alman keşikçisi kiminsə tikanlı məftilləri kəsdiyini eşidib qumbara tulladı. Kazaklar özlərini ona yetirəndə Stepan keşikçini yumruğu ilə vurub aşırdır, amma ikinci keşikçi güllə atıb Stepanı yıxır. Kazaklar ikinci keşikçini qılıncla doğrayır, Stepanın qurğuşun kimi ağır yumruğu ilə aşırılmış və huşunu itirmiş keşikçini isə sürütləyib gətirirlər. Stepanı da yerdən qaldırırlar, aparmaq istəyirlər, amma çox ağır olduğu üçün qoyub getməli olurlar. Yaralı Stepan yalvarmış: "Qardaşlar, aman gündür, qoymayın məhv olum. Qardaşlar, məni niyə qoyub gedirsiz?" Lakin bu zaman məftillər tərəfə pulemyotdan güllə yağdırırlar. Kazaklar geriyə sürünürlər. Stepan onların dalınca çığırır: "Ay həm yerlilərim, ay qardaşlar!" Amma heç kəs onun harayına çatmır. Çünki hər kəs öz canı hayına qalırdı. Petro Stepan haqqında bu söhbəti eşidəndən sonra yüngülləşdi, toxtadı. Xəbər onun ürəyinə şit yağ kimi yayıldı. Amma özlüyündə belə bir qərara gəldi: "Məzuniyyətə gedəndə Daryanı qanına qəltan edəcəm. Mən Stepan deyiləm. Belə bir namusluğa yol vermərəm." Daryanı öldürməyi də fikirləşdi, amma dərhal bu niyyətindən vaz keçdi. Belə alçağı öldürsən, onun ucbatından bütün həyatın zəhərlənər. Ömrün qalada çürüyər, çəkdiyin zəhmət hədərə gedər. Hər şey əldən çıxar. Sadəcə onu elə döyməyi qərara aldı ki, arvad bir də irtməyini belinə qaldırmağa cürət eləyə bilməsin. "O ilanın vurub gözünün birini tökəcəm. Bundan sonra heç kim ona meyil etməz." Zapadnaya Divinanın gilli sıldırım sahili yaxınlığında səngərlərdə otura-otura Petro bu qərara gəldi. Payız otları ağacları büzüşdürür, səhər ayazı onları qarşılayırdı. Torpaq get-gedə soyuyur, payız gecələri uzanır və qaranlıqlaşırdı. Kazaklar səngərlərdə keşikdə dayanır, düşmənə güllə atır, isti tuman köynək verilmədiyinə görə vaxtmistrlərlə savaşır, yarac keçinirdilər. Amma iltifatsız Polşa ərazisindən xeyli uzaqlardakı Don ölkəsi qətiyyən heç birinin fikrindən çıxmırdı. Darya Melexova bu payız kişisiz qaldığı vaxtın hayfını əməlli başlı alırdı. Pokrov bayramının birinci günü Panteley Prokofyeviç yenə də həmişəki kimi yuxudan hamıdan tez durdu. O həyətə çıxanda təəccübündən iki əlli başından yapışdı. Əli dinc durmayan bir mərdimazar qapını həncaməsindən çıxartmış, aparıb köndələninə yolun ortasına qoymuşdu. Bu böyük rüsvayçılıq idi. Qoca qapını qaldırdı, dərhal yerinə qondardı. Səhər yeməyindən sonra isə Daryanı yanına, yay mətbəxinə çağırdı. Orada qocanın gəlini ilə nə danışdığı məlum deyildi. Amma Dunyaşka gördü ki, Darya bir neçə dəqiqədən sonra mətbəxdən yaylığı çiyninə sürüşmüş, saçları pərişan, gözü yaşlı çıxdı. Darya gəlib Dunyaşkanın yanından ötəndə çiyinlərini qısır, onun gözü yaşlı və qalın qara kaman qaşları uçunurdu. O şişmiş dodaqlarını tərpədərək donquldanırdı. "Dayan məlum, sənə göstərərəm." Onun koftasının dalı cırılmışdı. Ağ bədənində təptəzə qızartdaq göyümsov qançır görünürdü. Darya tumanının balağını yellədə-yellədə evin artırmasına yüyürdü. Dəhlizə girib gözdən itdi. İblis kimi qəzəbli Panteley Prokofyeviç də axsiya-axsiya mətbəxdən eşiyə çıxdı. O təptəzə qayış cilovu yeriyə-yeriyə 4 qat bükürdü. Dunyaşka atasının xırıltılı səsini eşitdi. "Sənin kimi qancığa hələ bu da azdı. Şortu!" Evdə işlər qaydasına düşmüşdü. Darya bir neçə gün quzu kimi dinc, quymaq kimi yumuşaq idi. Axşamlar hamıdan tez yatır, Natalyanın mərhəmətli baxışları ilə göz-gözə gəldikdə soyuqca gülümsünür, çiyinlərini atır, qaşlarını oynadırdı. Yəni nə eybi var, baxarıq. Amma 4-cü gün elə bir əhvalat oldu ki, bunu indi də Darya ilə Panteley Prokofyeviçdən başqa heç kəs bilmir. Bu əhvalatdan sonra Darya qalibanə gülür, qoca isə bir həftə idi ki, başı aşağı, ziyankar pişik kimi şaşqın halda gəzirdi.
O, başına gələn işi qarısına söyləmədi. Hətta ibadətə getdikdə tövbə zamanı bunu da, bundan sonraki günah niyyətlərini də keşiş Vissariondan gizlətdi. Əhvalat isə belə olmuşdu. Bayramdan sonra Panteley Prokofyeviç Daryanın düzələcəyinə qəti inandığı üçün İliniçnaya dedi: "Sən Daryanı heç də əzizləmə. Qoy mümkün qədər çox işləsin. İş gücün çoxluğundan azğınlaşmağa macal tapmaz. Yoxsa o çox kök madyandır. Onun fikri xəyalı cavanlar məclisi bir də küçədir." O, bu məqsədlə də Daryanı xırmanı tərtəmiz süpürməyə, dal həyətdə köhnə odunları bir yerə yığmağa vadar etdi. Onunla birlikdə samanlığı təmizlədi. Axşama bir şey qalmamışdı. Taxılsəpən maşını mərəkdən samanlığa aparmaq niyyətinə düşdü. Gəlinini səslədi. "Nə var dədə?" deyə Darya samanlıqdan səs verdi. "Bura gəl, toxumsəpən maşını samanlığa aparaq." Darya yaylığını sahmana saldı. Koftasının boynuna dolmuş saman ovuntusunu çırpıb tökdü. Qapıdan eşiyə çıxdı. Xırman qapısından içəri keçərək mərəyə getdi. Adi iş paltarı, sırıqlı pencək və cırıq şalvar geymiş Panteley Prokofyeviç də axsiya-axsiya onun qabağınca yeriyirdi. Həyətdə kimsə yox idi. Dunyaşka anası ilə birlikdə payızda qırxılmış yundan iplik əyirirdilər. Natalya da xəmir yoğururdu. Xutorun arxasında batan günəşin qızartısı getdikcə sönür, kilsə zəngi axşam ibadətinə çağırırdı. Şəffaf səmada, yüksəklərdə moruq rəngində bir balaca bulud tərpənmədən dayanmışdı. Don çayının o tayında dolaşalar, qaralan komacıqlar kimi ağımtıl qovaq ağaclarının çulpaq budaqlarına qonmuşdular. Bu axşam sükutunda hər bir səs çox aydın və çox ciddi səslənirdi. Mal pəyəsindən təzə peyin qoxusu və xoş quru ot iyi gəlirdi. Panteley Prokofyeviç hıqqana-hıqqana Darya ilə birlikdə rəngi solan qızartdaq sarı toxumsəpən maşını samanlığa gətirdi. Bir küncdə yerləşdirdi. Tayadan yerə tökülmüş samanı dırmıqla yerinə yığdı və bayıra çıxmağa hazırlaşdı. Darya yavaş, pıçıltı ilə onu səslədi. "Ata!" Qoca toxumsəpən maşının dalına keçdi. Heç bir şeydən şübhələnmədən soruşdu. "Nə var?" Koftasının yaxası açıq Darya onun qarşısında durmuşdu. O boynu ardında saçlarını düzəldirdi. Samanlığın divarındakı deşikdən onun üzünə batan günəşin qırmızı şüası düşmüşdü. O, yana əyilib oğru kimi qaynatasının çiyini üstündən açıq qapıya baxaraq dedi. "Ata, burada nə isə var. Yaxın gəl, bax." Qoca ona lap yaxınlaşdı. Darya qəfildən qollarını araladı, qaynatasının boynuna dolandı. Barmaqlarını bir-birinə keçirdib onu geri dartdı. Ardınca sürüyərək pıçıldadı. "Bax burada dədə, bura, yumşaqdır." Panteley Prokofyeviç başını hərlədir, boynunu Daryanın qolları arasından çıxartmağa çalışırdı. Amma Darya onu buraxmır, kişinin başını öz üzünə daha da yaxınlaşdırır, gülə-gülə nə isə pıçıldaya-pıçıldaya hərarətli nəfəsi ilə qocaya mətləbi hiss etdirirdi. "Burax, nacinsin biri nacins!" deyə qoca geri dartındı və gəlininin möhkəm qarnını lap yaxından hiss etdi. Darya onu bağrına bastı, arxası üstə yıxıldı, kişini də öz üstünə yıxdı. "Şeytan, gicləşmisən? Burax!" "İstəmirsən?" deyə nəfəsi kəsilən Darya soruşdu və qollarını araladı. Qaynatasının sinəsindən vurub geri itələdi. "İstəmirsən? Bəlkə bacarmırsan? Onda məni qınama. Bildinmi?" Darya sıçrayıb ayağa qalxdı. Tez tumanını düzəltdi. Belinə yapışmış saman qırıntılarını təmizlədi. Özünü tamamilə itirmiş Panteley Prokofyeviçin düz gözlərinin içinə baxa-baxa qışqırdı. "Elə isə o gün məni nə üçün döydün? Yoxsa elə bilirsən mən qocalmışam, qarıyam? Sən özün cavanlıqda az oyunlardan çıxmısan? Ərim var deyirsən. Ərim bir ildən artıqdır ki, yoxdur. Bəs mən neyniyim? Gedib köpəklə yatım? Onu görməyəcəksən, ay topal. Al, bax, bunun ucundan dişdə." Darya ədəbsiz bir hərəkət elədi. Qaşlarını oynada-oynada qapıya tərəf getdi. Qapıda üst başına bir də diqqətlə nəzər saldı. Koftası ilə ləçəyinin tozunu çırpdı, qaynatasının üzünə baxmadan dedi. "Mən bunsuz keçinə bilmirəm. Mənə kişi lazımdır. Sən ki istəmirsən, ondan mən özümə kişi taparam. Sən isə dilini qarnında saxla." O, yanlarını oynada-oynada iti yerişlə gedib xırman qapısına çatdı. Dala baxmadan gözdən itdi. Panteley Prokofyeviç isə toxumsəpən maşının sarı böyrü yanında dayanıb durur, saqqalının ucunu ağzına salıb çeynəyir, təqsirkarcasına, mat-mat samanlığa, yamaqlı çarıqların burnuna baxırdı. İndicə başına gəlmiş əhvalatdan sarsılmış qoca bu anda karıxmış halda düşünürdü. Doğrudanmı o haqlıdır? Bəlkə mən onunla günah iş görməliydim. 6. Noyabrda bərk şaxta düşdü. Həmişəkindən tez qar yağdı.
Tatarsk xutorunun üst tərəfi ilə üzbəüz Don çayının dirsəyində su dondu. Tək-tək piyadalar indi çayın o tayına göyümsov kövrək buzun üstü ilə keçirdi. Aşağılarda isə çayın yalnız qıraqları nazik buz bağlamışdı. Ortada qıjov şütüyür, üstü ağ köpüklü yaşıl dalğalar bir-birini qovurdu. Çornu yar qarşısındakı çalada 11 sajın dərinliyi olan axmazlarda naqqa balıqları çoxdan qışlamağa başlamışdılar. Onların başı üzərində bədənləri sürüşkən sazanlar üzürdü. Təkcə bəlgə balığı donda veyillənir, şütüyən suf balığı gübbadan oraya buraya atılırdı. Cökə balığı qığırdağı üstə sərildi. Balıqçılar suyun üzü buz bağlayan kimi çəngəllərini suda gəzdirmək, qızıl balıq tutmaq üçün daha şiddətli şaxtaların düşməsini gözləyirdilər. Noyabrda Melexovlar Qriqoridən məktub aldılar. O, məktubu Kuvinskidən, Ruminiyadan göndərmişdi. Bildirirdi ki, birinci vuruşmada yaralanmışdır. Güllə sol qolunun sümüyünü xıncım-xıncım etmişdir. Buna görə də müalicə olmaq üçün öz mahalına, Kamenskaya stanitsasına göndərirlər. Bu uğursuz məktubun ardınca Melexovlar ailəsinin başına ayrı bir müsibət də gəldi. İl yarım bundan əvvəl Panteli Prokofyeviç pula böyük ehtiyacı olduğu vaxt Sergey Platonoviç Moxovdan 100 manat gümüş pul almışdı. Vaxtında qaytarmasa, malının hərrac edilərək satılmasına razılıq verib müqavilə bağlamışdı. Bu il yayda qocanı mağazaya çağırdılar və burnunun üstünə qızıl eynək taxmış Atepensatsa pensnenin şüşəsi üstündən Melexovun saqqalına baxıb dedi: "Panteli Prokofyeviç, onu de görək borcu verəcəksən ya yox?" Panteli Prokofyeviç bomboş qəfəslərə və köhnəldiyi üçün üstü işıldayan piştaxtaya göz gəzdirib sıxıla-sıxıla dedi: "Səbr elə, Yemilyan Konstantinoviç, biraz özümü düzəldim, verərəm." Danışıq bununla da qutardı. Ancaq qoca özünü düzəldə bilmədi. Məhsul yaxşı olmadı, qapıdakı malqaradan isə satılmalısı yox idi. Odur ki, qış qapını qəfildən alan kimi məhkəmə pristavı gözlənilmədən xutora gəldi. Adam göndərib borclunu çağırtdırdı və 2 ayağını bir başmağa dirəyib dedi: "100 manatı çıxart, bu saat ver." Qonaq binasında, pristavın otağında stol üstündə uzunsov bir kağız qoyulmuşdu. Üzərində bu sözlər yazılmışdı: İcra vərəqəsi. Əlahəzrət İmperatorun fərmanına əsasən mən, Donetsk mahalının 7-ci nahiyəsinin mülki işlər üzrə məhkəmə pristavı 1916-cı il oktyabrın 27-sində Meşşan Sergey Moxovla Uryadnik Panteleymon Melexovun mülki işinə baxdım. Vaxtında ödəməsə, malının hərrac edilib satılmasına razılıq verib müqavilə bağlamış Panteleymon Melexov Sergey Moxovdan 100 manat pul almışdır. Moxovun həmin pulu ödəməsi barədəki iddiasını nəzərdən keçirdim və Mülki Hüquq Məcəlləsinin 81, 100, 129, 133, 145-ci maddələrini rəhbər tutub qiyabi olaraq qərarı aldım. Meşşan Sergey Platonoviç Moxovun 21 iyun 1915-ci il tarixli sənəd veksel əsasında Uryadnik Panteleymon Prokofyeviç Melexova vermiş olduğu 100 manat borc cavabdeh Melexovdan Moxovun nəfinə olaraq alınsın. Habelə məhkəmə xərcləri olmaq üzrə ondan 3 manat tutulsun. Qərar qəti deyildir. Qərar qiyabi bildirilir. Mülki Hüquq Məcəlləsinin 156-cı maddəsinin 3-cü bəndinə müvafiq olaraq bu qərar qanuni qüvvəyə malik olduğundan dərhal yerinə yetirilməlidir. Buna görə də Donetsk mahalının 7-ci nahiyəsinin mülki işlər üzrə məhkəmə pristavı Əlahəzrət İmperatorun fərmanına əsasən əmr etmişdir. Bu qərarın aid olduğu bütün şəxslər və məhəllər həmin qərarı tamamilə yerinə yetirməlidir. Yerli polis və hərbi idarə orqanları isə azca belə təxirə yol vermədən qərarı həyata keçirən pristava qanuna müvafiq olaraq yardım göstərməlidirlər. Panteley Prokofyeviç pristavı dinlədikdən sonra evə getməyə icazə istədi. Pulu bugün gətirib verəcəyini vəd etdi. O, qonaq binasından birbaşa qudası Korşunovun yanına yollandı. Meydanda təkqol Alyoşa Şamilə rast gəldi. "Yenə də axsiya-axsiya gəzirsən, Prokoviç?" deyə Şamil onu salamladı. "Yavaş-yavaş gəzirəm. Allah qoysa yolun hayanadır. Qudamın yanına gedirəm, bir balaca işim var." "Aha, onlarda qardaş bugün şadlıqdır. Eşitməmsən? Miron Qriqoryeviçin oğlu cəbhədən gəlmişdir. Deyirlər oğlu Mitka gəlmişdir." "Doğrudanmı?" Şamil bir yanağı və bir gözü əsə-əsə tənbəki kisəsini cibindən çıxartdı və Panteley Prokofyeviçə yaxınlaşa-yaxınlaşa dedi: "Belə bir söz eşitmişəm. Gəl dayı bir eşmə bükək. Kağızı məndən, tütünü səndən."
Eşməni çəkərkən Panteley Prokofyeviç tərəddüd edirdi. Bilmirdi getsin yoxsa getməsin. Nəhayət getməyə qərarı aldı və tək qoldan ayrılıb axsiya-axsiya yoluna davam etdi. Şamil onun arxasınca bağıra-bağıra dedi: "Mitkanın da xaç ordeni var. Sənin oğlanlarına çatmaq istəyir. İndi xutorumuzda bu qəhrəmanların sayı çırpı üstəki sərçələrin sayı qədərdir." Panteley Prokofyeviç yavaş-yavaş yeriyərək xutorun o biri başına çatdı. Qorşunovun evinin pəncərələrinə baxa-baxa bala qapıya yaxınlaşdı. Qudası özü onu qarşıladı. Qoca Korşunovun çil-çil sifəti elə bir şadlıqdan göyçəkləşmişdi. Kişi həm özü tərtəmiz idi, həm də üzündə çil o qədər də çox deyildi. Miron Qriqoryeviç onunla əl tutuşaraq soruşdu: "Bugün bizdə şadlıq olduğunu eşitmisən?" "Yolda Alyoşka Şamildən eşitdim. Mən Aguda yanına başqa bir işdən ötürü gəlmişəm." "A kişi, bu saat nə iş güc? Gəl evə gedək, əsgərlə görüş. Doğrusunu deyim, sevindiyimizdən biraz içmişik. Bizim arvad ehtiyat üçün bir şüşə köhnə şərab saxlayıbmış." Panteley Prokofyeviç donqar burnunun pərlərini tərpədə-tərpədə gülümsündü. "Sən deməsən də mən bunu hələ uzaqdan duymuşam." Miron Qriqoryeviç qapını taybatay açdı, qudasını qabağa buraxdı. Panteley Prokofyeviç kandardan içəri keçdi və dərhal nəzərini qarşıdakı küncdə stolun dalında oturmuş Mitkaya zillədi. "Bu da bizim əskər balamız!" deyə Qrişaka baba ağlaya-ağlaya bağırdı və başını ayağa durmuş Mitkanın çiyninə söykədi. "Xoş gəlmisən, Kazak bala!" Panteley Prokofyeviç Mitkanın uzun əlini xeyli vaxt əlində saxladı. Heyrət içində qalıb, onu ətraflı süzərək bir addım geri çəkildi. "Nəyə baxırsan, Aguda?" deyə Mitka gülümsəyə-gülümsəyə xırıltılı yoğun səslə soruşdu. "Baxıram, baxdıqca da heyrət edirəm. Biz sizi, Qrişka ilə səni qulluğa yola salanda uşaq idiniz. İndi isə bax, yekə kişi olmusunuz. Lap ataman polkuna layiqsiz." Xeyli ağlamış Lukiniçna Mitkaya baxa-baxa qədəhə araq tökür, gözü oğlunda olduğundan qədəhi daşdırırdı. Miron Qriqoryeviç onun üstünə qışqırdı. "Ay qotur, heç belə neməti də yerə tökərlər? Həmişə şad olasınız. Sən isə Mitro Mironoviç, sağ-salamat və həmişə evində eşiyində olasan." Panteley Prokofyeviç ağı göyümsovlaşmış gözləri ilə ətrafına döyükdü və qarınlı qədəhi kirpikləri əsə-əsə bir nəfəsə içdi. Bığını və dodaqlarını ovcu ilə yavaş-yavaş sildi. Gözləri qədəhin dibinə sataşdı. Orada dibdə qalmış bir damcı arağı da başını geriyə əyib, dişləri qaralan ağzından içəri ötürəndən sonra nəfəsini dərdi. Xumarlanan gözlərini qıyıb, xeyli baxa-baxa xiyar yeməyə başladı. Lukiniçna gətirib ona bir qədəh də araq verdi. Qoca onu da içdi və birdən gülməli halda kefləndi. Mitka qımışaraq ona göz qoymuşdu. Onun pişik bəbəklərinə oxşayan bəbəkləri gah cil açan dəli kimi daralıb yaşıllaşır, gah da genişlənir, qaralırdı. Keçən illər ərzində Mitka tanınmaz dərəcədə dəyişmişdi. Bu sağlam bədənli, qarabığlı, cüssəli Kazak 3 il bundan əvvəl qulluğa yola salınan nazik bədənli və qədd-qamətli Mitkaya heç oxşamırdı. O xeyli böyümüş, kürəkləri enləşmiş, dolğunlaşmış və kökəlmişdi. Yəqin ağırlığı azı 5 pud olardı. Sifəti və səsi kobudlaşdığından yaşına nisbətən qoca görsənirdi. Təkcə gözləri əvvəlki kimi həyəcanlı və dəcəl idi. Anası da hərdən bir qırışmış və solğun əli ilə oğlunun düz, qısaca qayçılanmış saçlarını, ensiz ağ alnını sığallarkən gah ağlayır, gah gülür, bu gözlərə baxmaqdan doya bilmirdi. Panteley Prokofyeviç kefli-kefli gülümsüyüb soruşdu. "Qəhrəman olmusan? Kazaklardan indi xaç ordeni almayan var ki?" deyə Mitka tutuldu. "Odur, qərargahda yatıb qaldığına görə Kryuçkova 3 xaç ordeni veriblər." Qrişaka baba tələsik dedi. "Qudacan, bizim oğlan yamanca məğrurdur. Haramzada lap mənə, babasına çəkib. O boyun əyməyi bacarmır." "Adamlara xaçı belə şeylərə görə vermirlər, a kişi," deyə Panteley Prokofyeviç az qaldı qaşqabağını sallasın, amma Miron Qriqoryeviç onu götürüb otağa apardı. Sandığın üstündə oturdub soruşdu. "Natalya ilə nəvələrim necədir? Sağ-salamatdılarmı?" "Hə, Allaha şükür. Sən Aguda, bayaq gərək ki iş üçün gəldiyini dedin. Mənə nə işin düşüb? De görək, yoxsa biraz da içsək keyflənəcəksən." "Mənə pul ver. Sən Allah ver. Məni xatadan qutar. Yoxsa dara düşmüşəm. Pul lazımdır." Panteley Prokofyeviç pulu sərxoş adam kimi alçalaraq yalvara-yalvara istəyirdi. Qudası onun sözünü kəsdi. "Nə qədər lazımdır?" "100 kağız pul." "Hansından? Kağız pul cürbəcür olur axı." "100 manat." "Beləcə de də." Miron Qriqoryeviç sandığın içini əlləşdirdi. Bir yağlaşov yaylıq çıxardıb açdı. Kövrək kağızları xışıldada-xışıldada
10 dənə onluq sayıb qudasına verdi. Sağ ol qudacan, məni xatadan qurtardın. Bu nə söz da kişi? Axı biz qohumuq. Mitka 5 gün evdə qaldı. O, Anikuşkanın arvadının acınacaqlı qadın ehtiyacına və imtina etməyən sadə qadının özünə rəhm edərək gecələri onun yanında qaldı. Gündüzlər isə qohumlarının yanına gedir, qonaqlıqlarda olurdu. Uca boy, yüngülvarı pencək geyinmiş, furaşkasını yan qoymuş Mitka yanlarını basa-basa Xutorun küçələrində dolaşır, soyuğa çox davamlı olması ilə öyünürdü. Bir axşam hələ şər qarışmamış Meleyxovların həyətinə də gəldi. O, ocağı bərk qalanmış isti mətbəxə girdikdə içəriyə ayaz da doldu, əskərlərin üstündən gələn kəskin iy də. Biraz oturdu, müharibədən, Xutor yeniliklərindən danışdı. Qamışquşu gözlərinə oxşayan yaşıl gözlərini qıyıb Daryaya baxdı və getməyə hazırlaşdı. Mitka qapını örtüb eşiyə çıxanda, bayaqdan gözlərini zilləyib ona baxan Darya şam alovu kimi yırğalandı, dodaqlarını bir-birinə kip qısdı. Yaylığını başına örtmüşdü ki, elin içinə soruşdu. Hara gedirsən Daşqa? Çölə çıxıram, su başına. Gəl bir yerdə gedək. Panteley Prokofyeviç başını aşağı salıb oturur, elə bil onların danışığını eşitmirdi. Darya onun yanından keçib qapıya sarı yeridi. Onun yerə dikilmiş gözlərindən biclik yağırdı. Qaynanası da nıqqıldaya-nıqqıldaya yanlarını basa-basa onun dalınca çıxdı. Mitka bayırda, bala qapı ağzında boğazını arıtlaya-arıtlaya vurnuxur, gəzdikcə çəkmələri cırıldayır, ovcunun içində papiros çəkirdi. Qapının sürgüsü şıqqıldayanda o artırmaya tərəf getmək istədi. Mitri, sənsənmi? Deyə elin içinə onu istehza ilə səslədi. Olmaya özgə həyətində azmısan? Sən bala qapını möhkəm ört, yoxsa külək səhərə kimi onu çırpacaq. Gör necə külək əsir. Yox, azmamışam. Örtərəm. Qanı qaralmış Mitka bir qədər susduqdan sonra dilləndi. Öskürərək küçənin o tərəfinə keçdi. Birbaş Anikuşkanın evinə tərəf yollandı. Mitka quş kimi qayğısız həyat sürürdü. Bugün sağ-salamatsanmı? Çox yaxşı. Sabaha gəlincə onu iş özü göstərəcəkdir. O can yandırmadan qulluq eləyirdi və qorxuya biganə qəlbində qanı daima oynadığına baxmayaraq rütbə qazanmaq üçün məqam axtaranlardan deyildi. Amma Mitkanın xidmət dəftərçəsində bəzi bəd əməllər yazılmışdı. Dəftərçə sahibi 2 dəfə Rus təbəəsi olan bir polyak qadınının namusuna təcavüz üstündə bir də talançılıq etdiyinə görə mühakimə edilmişdi. Müharibənin keçən 3 il ərzində ona verilmiş tənbeh və cəzaların sayı hesabı yox idi. Hətta bir dəfə hərbi səhra məhkəməsi az qalmışdı ki, onu güllələnmək cəzasına məhkum etsin. Lakin Mitka başını bəladan qurtarmağı bacaran adam olduğundan xata ondan sovuşmuşdu. Polkda ən axırıncılardan biri sayıldığı halda onu kazaklar kefcil, xasiyyətcə güləriz olduğuna, biabırçı mahnılar oxuduğuna, Mitka doğrudan da bu cəhətdən çox mahir idi. Yoldaşlığına, sadəliyinə görə, zabitlər isə quldur kimi igid olmasına görə sevirdilər. Mitka gülümsünərək canavar kimi ayaqlarına yerə yüngül basa-basa yeriyirdi. Onda bu yırtıcı heyvana xas əlamətlər çox idi. Yeriyəndə ləmbər vura-vura yeriyir, iri bəbəkli yaşıl gözləri ilə adama altdan-altdan baxırdı. Hətta başını döndərməyi də canavar kimi idi. Mitka şikəst boynunu heç vaxt geri döndərməzdi. Qayıdıb dala baxmaq lazım gəldikdə o bütün bədəni ilə çevrilirdi. İri sümüklü, bütün bədəni başdan başa bərk əzələli olan Mitka quş kimi yüngül və az hərəkət edən idi. Xülasə, onun bədəni sağlamlıq və qüvvət ətri saçırdı. Kotanla şumlanmış dərənin qara torpağı da belə ətir saçır. Mitkanın nəzərində həyat bəsit və dümdüz bir şey idi. Şumlanmış torpaq şırımı idi. O da bu şırımla ağayana yeriyirdi. Onun düşüncələri də ibtidai adlandırıla biləcək dərəcədə sadə və bəsit idi. Açsan, deməli lap yoldaşından da olsa bir şey oğurlayıb yeyə bilərsən. O ac qaldığı zaman doğrudan da oğurluyurdu. Çəkmələrin cırılmışdır. Əsir alınmış almanın çəkməsini soyundurmaqdan asan nə ola bilər? Cəzalandırılmışsan, deməli günahını yumalısan. Mitka da günahını yuyurdu. Kəşfiyyata gedir, alman keşiyçisini boğub yarımcan eləyərək sürütlüyüb gətirirdi. Öz xoşuna ən təhlükəli işlərə atılırdı. 1915-ci ildə onu əsir almışdılar. Qılıncla o ki var döymüş və yaralamışdılar. Amma həmin gecə dırnaqları qopuncoya qədər mərəyin damını cırmaqlamış, deşik açmış, yadigar üçün özü ilə birlikdə arabaya lazım olan qoşqu ləvazımatlarını da çırpışdırıb qaçmışdı. Elə buna görə də bir çox işlərini Mitka üçün keçirdilər. 6-cı gün Miron Qriqoryeviç oğlunu Millerovaya apardı. Onu vaqona kimi ötürdü. Uzaqlaşdıqca bir-birinə bitişikli yaşıl vaqonların necə taqqa-taqla getdiyinə qulaq verdi. Yerə dikilmiş, süsləşmiş gözlərini xeyli vaxt yuxarı qaldırmadı. Əlindəki qamçı ilə hündür səki yanına atılmış pasanı eşələdi.
Oğlunun dalınca Lukiniçka da ağladı. Qrişa babazarıyır, naqqıldayır, dəhlizdə bərkdən burnunu ovcunun içinə silir, barmaqlarını çirkli arxalığının ətəyinə çəkirdi. Anikuşkanın dul arvadı da ağlayır, Mitkanın iri, nəvazişə həvəsli vücudu yanına düşdükcə gözlərinin yaşını axıdır, bir yandan da Mitkanın ona ilişdirdiyi süzənəkdən əziyyət çəkirdi. Külək at yalını bir-birinə qovuşduran kimi zaman da günləri bir-birinə calayırdı. Milad bayramı qabağı havalar bir-birindən istiləşdi. Bir sutka yağış yağdı. Donun yaxınlığındakı dağdan çovutma sellər axmağa başladı. Qarı ərimiş burunlarda keçən ilki otlar və sal tabaşır qayalarının üstündəki mamır yaşıllaşdı. Don çayının buzu parçalanmış kənarları köpüklənir, buz meyit kimi göyərir, getdikcə şişirdi. Çılpaq qalmış qara torpaqdan olduqca şirin ətir saçılırdı. Böyük yolda bildirki təkər izlərinin yerində su qabarcıqlanırdı. Xutordan kənardakı yarğanlar təzəcə uçqunlar kimi ağzını açmışdı. Əsən külək çir tərəfdən ot çürüntüsünün qatranlı qoxusunu gətirir, günorta çağı yazda olduğu kimi üfüqdə mavi və zərif kölgələr sürünürdü. Xutorun hər tərəfində çəpərlərin qırağına tökülmüş kül təpələrinin yanında alabula gölməçələr əmələ gəlmişdi. Xırmanlarda, tayaların yanında torpağın qarı əriyib yumşalır, çürümüş, torpağa qarışmış küləşin tünd qoxusu yoldan ötənlərin burnuna dolurdu. Evlərin pərvazlarından sırsıra kimi biz-biz küləş sallanmış damlardan qaramtıl su axır, sağsağanlar çəpərlərin üstündə boğazlarını yırtaraq qışqırır, Miron Qriqoryeviçin həyətində saxlanan illik buğa baharın vaxtından tez gəldiyindən qızıb həyəcanlanır və nərildiyirdi. O, buynuzu ilə hasarı vurub dağıdır, böyrünü qurtdaşmış palıd xışa sürtür, başını buladıqca ipək kimi yumşaq buxağı sallanır, dırnağı ilə həyətdəki kövrək, sulu qarı eşib ətrafa dağıdırdı. Milad bayramının ikinci günü donda buz sındı. Suyun ortasında bərk xırçıltı və çatırtı ilə buz axını başlandı. İri buz parçaları əfsanəvi balıqlar kimi sahilə çıxır, çayın o tayında əsən cənub küləyi qovaq ağaclarını yırğalayırdı. Onlar durğun bir yürüşlə axır kimi idilər. O tərəfdən biraz batqın, biraz boğuq vıyıltı eşidilməkdə idi. Lakin gecəyə yaxın dağı uğultu bürüdü. Qarğalar meydançaya üyüşdülər. Külək Xristoniyanın ağzında bir çəngə ot olan donuzunu həllədib Melexovların evi yanından aşağı apardı. Panteli Prokofyeviç ürəyində belə bir qərara gəldi. Yazın işi bitdi, sabah bərk şaxta vuracaq. Gecə külək şərqdən əsdi, zəif şaxta oldu. Havalar istiləşərkən əmələ gəlmiş balaca gölməçələrin üzü büllur parçası kimi saf buzla örtüldü. Səhər açıldıqda isə külək artıq Moskva səmtindən əsirdi. Şaxta hiss ediləcək dərəcədə şiddətlənirdi. Qış təzədən başlamışdı. Yalnız çayın ortasında qırılmış buz parçaları havaların mülayimləşdiyi günləri xatırladırmış kimi iri ağ yarpaqlar şəklində şütüyüb gedir, bir də diklərdə çılpaqlaşmış torpaq soyuqdan büzüşürdü. Milad bayramından bir az sonra stanitsa yığıncağında Mirzə Panteli Prokofyeviçə xəbər çatdırdı ki, oğlu Qriqorini Kamenskayada görmüşdür. O xahiş etmiş ki, tezliklə xutora gələcəyini ailəsinə xəbər versin.